Bugün yoldaşımla birlikte şam yemeği hazırlayacağıq. Həftə içi yoldaşım işdə olduğu üçün yeməkləri hazırlamaq məndə, həftə sonları isə yoldaşımda olur. Çox zaman mən də ona kömək eləyirəm və birlikdə hazırlayırıq. Çünki bu zaman çox gözəl vaxt keçiririk. İlk olaraq evdə çatışmayan ərzaqları aldıqdan sonra başlayırıq hazırlamağa. Türk filmlərindən də bildiyimiz kimi bu yemək çox tez-tez qarşımıza çıxır və bizə də dadı çox maraqlı gəlirdi. Ona görə dedik ki, bugün hazırlayaq və görək necə olur. Soğan, tomat və əti birlikdə qovurduqdan sonra üzərindən lobyaları əlavə edirik. Sizə bir püf nöqtəsində deyim ki, lobyaları mütləq bir gün öncədən suya qoyun. Səhərsi günü mütləq bir dəfə çox gözəl qaynadın. O zaman lobyalarınız çox gözəl və yumuşaq olur. Paralelində xırçıltılı badımcan da eləyirəm. Bu mənim yoldaşımın ən sevdiyi yeməklərdən biridir. Yeməklərimiz hazır olana qədər süfrəmizi qururuq. Burada artıq yeməklərimiz hazırdır. İlk dəfə hazırlamağımıza baxmayaraq dadı çox ləzzətli olmuşdu. Biz ikimiz də dadını çox bəyəndik.